Gəlin bu futboldan əl qaydasını silək. Əl qaydasını ləğv edək. FIFA oynuyorsunuz da hər halda. Mən özüm FIFA oynayanam. Yəni FIFA deyəndə FC 26. Orada nastroykalarda nə bilim əli söndürmək olur, sarı kartı söndürmək olur, hakimin oyunu idarə etmək olur, yüngül olur, orta və yaxud ağır dərəcəyə qoymaq olur. Gəlin bunu da ləğv eləyək futboldan. Bir nəfər çıxsın ortaya başa salsın bizə ki, bu əl qaydası nə olan bir şeydir. Yəni yeni əl qaydası, yeni tətbiq olunan əl qaydası nə olan bir şeydir. Chouameni'nin əl epizodu. İlk növbədə birinci hakim tərəddüd edirdi ki, bu cərimə meydançasının içərisində olub yoxsa çölündə olub. Hamımız gördük ki, bu içəridə olub. Okey. Bəs niyə penalti verilmədi? Təbii əl epizodu idi. Bu epizod Real Madridin qapısına yox, onun rəqibinin qapısına olsaydı, əlbəttə ki, siz tam başqa şey deyəcəydiniz. 100% penalti, 100% penalti. Amma bəzi Real azarkeşlərə elə ağıllı danışırlar ki, mən əsəbləşirəm. Təbii əl epizodudur, təbii əldir, nədir? Qardaş, heç bilmirsən sən nədir? Barsa Levante ilə oynayanda Balde'nin də əlinə top dəymişdi. Balde əlin belə saxlamışdı. Yazıq maksimum çalışdı ki, əlini yığışdırsın, amma yığışdıra bilmədi tam olaraq. Hakim penalti təyin etdi. Həmin epizod Marseille ilə Real Madrid oyunu arasında olmuşdu. Militao'da hakim penalti təyin etməmişdi. Ötən mövsüm 4-3'lü El Clasico'da 1 metrdən top Chouameni'nin əlinə dəyir. Dedilər məsafə yaxındır, bu penalti deyil. Okey, razılaşdıq buna. Həmin oyundan sonra Real Madrid öz evində Real Sociedadla oynadı. Top havada uçurdu. Axırda gəldi Real Sociedadın oyunçusunun əlinə dəydi. Çox belə bespantov epizoduydu. Hakim götürdü 11 metrlik cərimə zərbəsi verdi. Bu necə olur? Başa düşə bilmirəm mən.